Elgün bəy, erkən boşalma nədir? Kişi bunu özü necə ayırd edə bilər ki, məndə erkən boşalmadır, yoxsa normaldır? Xanımın boşalma hissi gec gəlirsə, artıq burada 1 dəqiqə, 2 dəqiqə, 3 dəqiqə də əslində çox tez olur. Əsəbi, gərgin olan, təşvişli olan bəylərin 7-sində, 8-də ortalama erkən boşalma görülür. Erkən boşalma sonsuzluq yarada bilərmi? Burada bir mayalanmadan, bir uşaq sahibi olmaqdan söz gedə bilməz. Penisin cinsi akt sırasında orada sümüyə dəyənərək və əyilərək oradakı toxumaların parçalanması ilə orada şişlik yaranır, hematom yığılır, yəni qan yığılır. Elgün bəy, erkən boşalma nədir? Kişi bunu özü necə ayırd edə bilər ki, məndə erkən boşalmadır, yoxsa normaldır? Erkən boşalma, yəni prematur ejakulasiya cinsi akt əsnasında, əvvəlində və cinsi akt momentində bəyin vaxtından əvvəl, yəni 1 dəqiqənin altında boşalmasına deyilir. 1 dəqiqə. Bəli, 1 dəqiqənin altında boşalmasıdır. İndi burada bəzi sual doğur ki, yaxşı, kimə görə 1 dəqiqə, yəni xanıma görə 1 dəqiqə bəs eləyirmi, bəyə görə 1 dəqiqə bəs eləyirmi? Əgər yəni xanımın boşalma hissi gec gəlirsə, artıq burada 1 dəqiqə, 2 dəqiqə, 3 dəqiqə də əslində çox tez olur. Bəs bəy bunu özündə necə hiss edir? Yəni cinsi akt əsnasında artıq bəy görür ki, kontrolsuz şəkildə artıq boşalacaq. Yəni bu təqribən pasientlərində bunu görürəm ki, 1 dəqiqənin altında, yəni 30 saniyələrdə, 10 saniyələrdə boşalmalar olur və bu pasiyentə ciddi miqdarda özünə qapanmayı yaradır. Yəni o artıq pasiyent və yoldaşı da eyni zamanda ciddi şəkildə bu vaxtdan heç bir şəkildə məmnun qalmırlar və bu artıq xronikləşəndə, yəni artıq hər cinsi münasibət 1 dəqiqənin aşağısına çəkirsə, bu cütlük arasında ciddi narazılıq doğurur və bundan ən çox təsirlənən təbii ki, bu problemin səbəbkarı bəylər olur. Bəzən bu o qədər ağır olur ki, bəylər hətta cinsi münasibətə girmədən boşala bilirlər. Artıq bu bəydə müəyyən bir vaxtdan sonra cinsi zəifliyə də gətirib çıxarda bilir ki, artıq pasiyent, yəni bəy cinsi akt sırasında erkən boşalacağını bilir və bu da onda sərtləşmə problemlərinin yanında gətirir. Yəni erkən boşalma varsa və bu artıq pasiyentdə ciddi narazılıq doğurursa, partnyorunda da bu eyni şəkildə ciddi narazılıq doğurursa, bu bir neçə vaxtdan sonra cinsi zəifliyə də gətirib çıxarda bilir əslində. Ümumiyyətlə nə qədərdir onun ortalaması, belə deyək də, belə bir statistika varmı ki, məsələn, cinsi münasibətdə ki, bir ortalama varmı? Yəni, belə deyim mən, bu əslində erkən boşalma mən pasiyentlərimə tövsiyə edirəm ki, burada daha çox xanım odaqlı getmək lazımdır. Əgər bəydə xroniki erkən boşalma varsa, ilk başda biz burada xanımı məmnun etmə tərəfdarıyıq. Yəni, xanım artıq müəyyən qədər öz ehtiyaclarını qarşıladıqdan sonra bəy biraz daha rahat olur, daha özgüvənli olur ki, okey, mənim yoldaşım müəyyən qədər öz ehtiyacını qarşıladı və burada artıq, bəzən burada hətta bəydəki gərginlik o qədər çox azalır ki, bəzən belə 1 dəqiqənin üzərinə belə arada bir çıxa bilir. Yəni orada artıq 15 saniyə də boşalsa olar, 20 saniyə də boşalsa olar. Bəy artıq bilir ki, artıq mənim partnyorum artıq müəyyən qədər öz ehtiyacını qarşılayıb, mən tez boşalsam da olub deyib aktı bitirə bilir. Amma elə bir statistika təəssüflər olsun ki, yoxdur.